bizdə məqsəd tam başqadır. Bax, elə bugün sizlərə bu mobil telefonlardan danışacağım. O telefonlardan ki, çıxdığı gündən dünyanı şoka salıb, bizi xəstəliyə. Heç kim bacarmır. Bu bir virus tutuşub bizim canımıza. Düzdür, hamıdan axırda gəlib bizə telefon çıxıb, bəlkə də ortalarda gəlib çıxıb, amma satışda elə bir yerə gəlib çıxmışıq ki, telefonu bıraxanlar bizə belə baxır ki, bunlar nə var, bunlar nə qədər telefon alıb satır. Telefon onu bizim gündəlik tələbat mallarımız. Xaricilər gündə yağ alır, çay alır, qənd alır, bizdə hər gün telefon alıb telefon satırıq. Hər gün. Bəli, məsələ bu haqda danışmaq istəyirəm, telefonun özəllikləri çoxdur. Müsbət və mənfi cəhətlərindən danışacağım sizlərə. Birinci müsbət cəhəti, hamı deyir ki, telefon da, amma yox. Gəlin əvvəllərə bir anlıq gedək, qaydaq. Görək əvvəllər nə təridir, telefon olmayan vaxtlarda qardaşımız istədiyi qıza məktub yazırdı. 2 saat məktub yaz, elcə də göyərçin olmalıydı, vızı-vazı da yox, göyərçin promoy zəngi aparmalıydı. Yazdı, bağladı göyərçinin qılsasına, apar bunu ver, sevgilmə, yes. Getdi, göyərçin getdi. Otur qardaş gözləyir. Gör, məktubu kimə davr edilir? Quşa. O boyda məktub yaz, nəyin var qoymuşsan məktuba, göndərdin quşdan getdi. Ağzında quş deyirsən, beyni quşdur. Yolda başqa bir quşa qoşuldu, çıxdı, getdi, vəzzalam, tabi getdi. Ola bilər ki, aparsın, çatdırsın məhliyə, amma bayağı gündən ki, qızın papası ofçu olar. Quş bir həftədir yol gəlir, çata-çata qoşardılar, çıxdı balkondan, dədən qızalının ortasından. Göyərçin çırıq-çırıq, dədəsi məktubu oxuyur, qızı ayaqlayır evdə. Sən də oturub sevgilinlə məktub gözləyirsən ki, məktub göndərəyəm ha. Budur, bir həftəyə bir məktub yazırdılar, o da zulümlə. Amma indi gəlin baxın, oğlanlar var ki, günə 700 mesaj yazır. 500'ünü reality showlara, 200'ünü də sevgilisinə. Telefon var ki, rəqəmlər görsənmir, hərflər görsənmir, o qədər mesaj yazıb şey. Bu bir. İkincisi, sonra deyərsiniz ki, o vaxt görsündən sonra telefon çıxdı da. Yaxşı, telefon çıxdı, nə oldu ki? Gedirdin, bir rayonla bir söz danışmaq istəydin, kəlmə kəsmək istəydin. Saatlarla yatırdın poçta, bir də gördün, raz birləşdirdi, kes filan kabinetə. Girdin, alo, dağılır, poç dağılır, deyə qardaş. Bütün poç bilir ki, sən nə haqqında danışırsan? Adam mı, neçədən oğlanlar poçdan promoy soroka gedir. İdraki doğramışam. Yığmışam çamadandadır, harada bastırım? Bəssalam, polkovnik leytinat Sulankasov. Əlim buradalar, çıxdı, getdi. Buydu. Bir özəlliyi də var telefonun, amma mənfidir. Əvvəllər qardaşlarına qarırdı. Müsəlsin olur da, hər ailə başçısında levi bir belə balada istirahətə getmək istəyir, problem yoxdur. Arvad, mən gedirəm, axşam izlasda olacam. Arvad getdim, orada da telefon yoxdur, sənə qurban, nə qaraq, neynəyək? Yaxşı get, mən sənə inanıram. Ki, getdi, qəşə istirahat elədi, çıxdı, gəldi. İndi duxun var, arasa ged özdə telefonunla. Oturmuşsan elə söhbətin şirin yerində, zək gəldi. Bütün ruhun öldü mü? Arvad sən deyir. İndi bilmirsən ad boy verəsən, bilmirsən götürüb danışasan. Yox, əvvəldə straxovka var ki, misal üçün, arvadın adı sədaqətdə Sabir yazmışsan bura ki, o birisinin yanında yaxşı olmaz da. Düz onu da gözündən düşürsən, hələ yox, o arvad mesaj yazandan sonra ki, həyatım, haradasan, səni yatağımda gözləyirəm. Bu mesajı da o oxuyandan sonra Sabirin yazdığı mesaja bax. Sağa yazır. Budur. Getdiğinin də yanında gözdən düşürsən, biraz da yubansa, üzünə də ad boy verirsən ki, lazımsız adamdır, Sabir lazımsız adamdır. Buradan ad boy versən, orada da arvad öldürür ki, niyə mənim üzüm ad boy verir? Əl aşından da olursan, bəl aşından da. Bunlar haqqında çox danışmaq olar, amma mən ilk öndə kesmək istəyirəm, telefonun alış nöqtəsinə gəlib toxunmaq istəyirəm. Xaricilərlə müqayisə eləyəcəm özümüzü, çox qısa deyirəm. Baxırsan, xarici vətəndaş gedir, boy 2 metr, kostyum, şalvarın ütüsünə baxırsan ki, düşman gözü çıxardır. Kostyum, galstuk, saç jeli, əhqabiyə bax üzünü 40, dublonka çiyində. İçindən elə ah çəkirsən, ağzından aloy çıxır. Ki, ay Allah, bundakı pula bax. Birdən ki, əlini atırır, zəng gəlir, cibindən telefonu çıxardır bu boyda, milkə öldürən. Pum, sənin şəxsiyyətinə, bu nə bitməzundur. Sənin paltarına görə sağ hörmət qoyurlar, gəlin öyrənin də, gəlin öyrənin, faktlar var əlimdə. Oğlan tanıyıram. Yaxın adamdır da, adını çəkmək istəmirəm, reklam olar. Ayağında bir əhqabı var. Bir əhqabı var ki, ona əhqabı desən,
2 il babat gelmiş ayaqqabının var yoxuna söyürsən elə bir. Ayaqqabı o gündədir. Ayaqqabının altında bir deşik var, göz yarası. Qoy qabanını ağla. Zulümdür. O qədər ayaqqabı su bıraxıb. Naski o qədər içəridə istanıb quruyub, ayaq parmaqlar həm oğuldan küçük. Baş parmaq sıxılıb özün ayaqqabının küncündə yer eləyib. Çıxmağa yer axtarır başlarına. Budur. Köynək. Bir köynək var, 5 il qazat lazım deyil. Akşam gəldin çıxart. Harada qorsan ayaq üstə durur köynək. Materialdan deyil, kirdəndir. Kurtkanı bilmirəm nətər deyimsə, kurtka elə bir ki, baxır vaxtlar moddur. Mən özüm Əhmədli olam. Talpayla itlər gəzdirir, qrup bavoy. 212-ci qrup, 215-ci qrup. Gedirlər, talpayla itlərdir. Birdən çolanın arasında boğuşma düşürür. Balkonun altında. Elə bir kurtkanı oradan açmışsan itlərin arasına. Bax elə, dediblər kurtkanı. Həmən bir kurtka qardaşımızın əlində. Amma nə deyirsən? 3 gün evdə spordan sonra diri gözdən, arvadın uşağın boğazından kəsdi. Getdi özünə bir telefon aldı, 64 megabayt yaddaş. Kukular, bütün video roliklər içində. Telefonu görəndən sonra qardaşa qarşı hamının fikri dəyişdi. Bu qardaş dərk edir ki, mənim paltarıma görə tanıyan oğlan heç tanımasın qardaş. Keçək bunların lap yaxşı istifadə qaydasına. Bunlar biz məktəbiyə, bu Avropa bilmirəm, baxmır, öyrənin bizdən. İstifadə qaydası. 20 dollara telefon alıblar, ayda 50 dollar, 100 dollar gedib kontra pulu verirlər. Gör, nə qədər bədbaxt adamlardır bunlar. Ay 20 dollar telefona 50 dollar, 100 dollar kontra, nə elirsən? Gəl, telefonu qoy qulağına. 20 dəqiqə, bu qulaqdan bu qulağa. Bu qulaqdan, hə, bu nədir? Ateistdir bu. Avtomatdır, ağzında mobilli deyirsən, dəydin, qayıtdın. Gəlin, öyrənin, mənə mobil həyatdır bu. 250 dollar mən telefon alıp gedib 100 dollara da kontrol vuracağım. Zaten ölüm yerə girim də ta. Rasxodunu bilmək lazımdır. Qəşkək tutuzdurursan, bir şirvanını kontur. Qəşkək rasxodunu bilsən, 3 ay təmiz səni görür. 4-cü ayda bir 10-15 dənə kontur adladırsan ki, ola bilər arada buzursa da atmağa, ona buna, dosta tanışa. Dinamik. Gör nə qədər bədbaxt millətdir bunlar. Telefona dinamik qoyub, Qromko Qavaritel özünün xəbəri yoxdur. Bir adam Qromko Qavaritel ilə danışmır. Hə, gəlin öyrənin, nə qədəsin ələm o girirsən çayçıya. Özdə telefonlarında ancaq telefonun öz muskasıdır. Nijeli sən ay xarici, sənin dövlətində bir rəqsanə kimi oxuyan yoxdur. Bir tacir kimi oxuyan yoxdur ki, sən onun muskasını qoyarsan, oraya genələsən. Yoxdur da, deməli bunların sənətçiləri də yoxdur. Girirsən çayçıya, kolonkanı xodladın, polunu qaldırdın basları, zəng gəlir. O bilər, mən bilərəm. Yes, dalıca Qromko Qavaritel, telefon getdi baş aşağı. Oy can. Bütün ücə kafe sağa baxır. Zəng gələndə qız olsa vapşi, ay can. Gör, versin nə qədər qalxır kafedə. Balam hardasan? Ömrüm oturmuşuq kafede. Nədir, nə problem var? Suala bax. Ömrüm, şey diye balam, telefonlarda şey var kızlar deyirlər, hamı deyir ki, qəşəkdir mən görməmişim. Krasnomos var onu göndər də ama. Bax elə, sizin bu alqışlarınız kimi kafede de o bir qaqqanaq var. Aləm qarşı bir-birinə. Bunun özü başqa bir səviyyədir. Ad boy verdin və səlam qutardı getdi. Ücə hamının diqqəti səndədir. Keçəyin bulutuzlara. Gör bulutuzu bunlar nədən ötürü istifadə edirlər. Maşında qoyur, telefonu görən yoxdur. Qulağına bir nauşnik taxıb, heç kim görmür. Bunun telefonu var, yoxdur. Gicli öz-özünə danışır. Kimlə danışır, başlaşmaq olmur. Haya bu nədir? Bulutuz ancaq bunlarda telefonla danışmaqdan ötürdü. Özü maşında ki, sənin telefonun qulağında ölmədir, oralığında. Bu nə oldu da? Buna bax, bu vida, bax qadan alın, bu vida. Hələ ona qaçsan, ne edirsən? Bitlər arasında da böyük fərq var. Özdə Bluetooth, onların atırsan, ancaq telefonun öz markalarıdır. Bir dənə ad yox, bir dənə nick yox. Qadasını alım özümüzün. Girirsən Liboy kafeye açdın. İskat, poisk getdi. Emiş, rəmiş, qaşqaldaq, balqavaq, göndər görüm. Balaşqa, balam, nə bilim, day, nə, 90-60-90, nə istəyirsən var. Bir dənə Prenya Fokanalı Bluetooth istiyor, bir dənə normal bir ailənin təməlini qoyursan. Vəssalam, hər şeyə görə, bunun istifadə qaydaları var, sizə qurban. Özdə bunlarda bir adətdə var ki, uşağa, körpə uşağa telefon vermirlər. Bu uşaqdır, o 18 yaşına çatmamış, radiasiyadır, olmaz. Uşağa ziyandır. Gedib uşağa niyanka tuturlar,
aylarla uşağın başı üstündən nağıl danışır. Rasxoda bax, hə. Hə, bu telefonda diktafon var da, vallahi yıxsın sənin. 30 dəqiqə, Niyankanı çağırırsan, Şirvan yarım verdin, Laylayınız adını oxudu diktafona, onu qoyursan zvuka, telefonun zıvan okunu atırsan uşağın bələyinə. Gedib özü otağında yıxılıb yatırsan. Uşaq ağladır, raz buradan ola bir dənə zəng, pisi qutardı getdi. Niyanka orada danışır, uşağın da yatıb. Uşaqlar var ki, bu dəqiqə MP3 Layla ilə böyüyür. Ona görə bu bizim doğrudan da qələbəmizdir. Hər